2025 qəbul salonunda 67-ci suala baxaq. 67-ci sual Excel diaqramı ilə əlaqəlidir. Burada bizə nə deyilir? Deyir, elektron cədvəl fraqmenti verilib. B2 xanasına hansı ədəd yazılmalıdır ki, D1 xanasındakı düstur D2 və D3 xanasına köçürüldükdən sonra D1, D3 diapazonu arasında qurulmuş diaqram daş kimi olur. Və biz buradan bizə nə istəyir? Baxın, bir suala baxaq. B2-ni istəyir. Yəni, baxın, B2 bura bərabərdir sual. Bizə də belə bir diaqram verir. Bu diaqram da deyir ki, D1, D3 arasında, axı özü deyir, D1, D3 əsasına qurulur. Ona görə biz nə etməliyik? Özü də burada deyir, D1-i D2-yə çevir, D3-ə köçür, sonra nəticəni al. Baxın, D1-i D2-yə keçirəndə, baxın, buraya yazılan D1, D2-yə keçəndə. D-lər dəyişmir, yəni sütun dəyişmir. Amma 1, 2-yə gedir. Yəni, bir sətir artır. Demək, burada nə olacaq köçəndə? B dəyişməyəcək olacaq 2, B2 bu, 1 üstə gəl. A-mız dəyişməyəcək, 1 olacaq 2. Dedik axı, burada 1 var idi artıq. A2 üstə gəl C3 və böl 100. D3-ə keçəndə, baxın, D1-dən D3-ə keçəndə neçə var idi artıq? 2 var idi. Demək, B1 nə olacaq? B3 vur 1 üstə gəl. A3 2 var idi artıq 1 üstə 2 gəldi 3 üstə gəl C4 böl 100. Bunu yazdıqdan sonra indi biz nə edəyik? Gəlin bunların bir qiymətlərini tapaq. Baxın. D1-in qiymətini hesablayaq. Bax, D1-in qiymətini hesablayaq. B1, B1-imiz nədir? 30 vur 1 üstə gəl. A1 üstə gəl C2. A1'im nədir? 30. C2'miz nədir? Baxın, A1 30'dur. C2 də 50'dir. 30 ise 50, 80 böl 100 düzdür. Və mötərizəmiz burada bağlandı. Burada neçə eləyəcək? 80'i 100'ə böləndə eləyir 0,8. Onu da vurur, üstünə gəlir 1'im. Eləyir 1,8. Vururuq 30'a. Eləyəcək 54. Demək, D1 xanasından baxın, bunun qiyməti nə olur bizdə? 54. Baxın, bunu 54 tapdıq. Gəlin, bir də bunu hesablayaq. D2-ni hesablayaq. Baxın, bunu yanına yazıram D1, D2-ni hesablayaq. B2 vur. B2 baxın, sualdır, bilmirik. B2-ni yəni x yazır, x vur. 1 üstə gəl. A2 üstə gəl C3. A2-m nədir mənim? 20. A2-m 10. C3-üm nədir? 10. 10 üstə gəl 10. 20. Böl 100, düzdür, böl 100 və mötərizəmiz bağlandı. Buradan da nə olacaq? 20-ni 100'ə böləndə eləyəcək 0,2, üzərinə 1'i gələcək, 1,2, onu da vuracaq nəyə? X-a. Elədik, bura baxın bizə 1,2 x. Biz artıq bunu, baxın, bu D3'ə hesablamaq ehtiyac yoxdur. Nəyə görə? Buna ehtiyac yoxdur. Deyildi ki, bu diaqram, verilmiş diaqram D1 və D3 əsasında qurulur. D1, D3 əsasında. Baxın, bunun əsasında qurulur. Bunun əsasında qurulubsa, indi D1'in qiyməti, baxın, bu diaqramda biz bilirik ki, diaqram qurulanda saat əqrəb istiqamətində olur. Yəni, 45% D1 nə olur? Baxın, D1'in faizi 45 olur. Yəni, bu standart qaydadır. Olacaq, D2'nin faizi olacaq 35 və D3'ün də faizi olacaq 20. Yəni, saat əqrəb istiqamətində, diaqram ümumiyyətlə Excel'də qurar kimi, saat əqrəb istiqamətində avtomatik düşür. Demək, biz burada yazacaq 54, bax, D1'in qiyməti 54-dür. 54 neçə faizdir? 45 faizdir, düzdür. İndi bizə nəyə tapmalıyıq? D2'ni də, baxın, bu da D2 idi. Yazarıq mı? 1,2 x də bərabərdir. X 35 faiz, düzdür. Bunu da hesablayanda 54'ü vururuq. Və kalkulyatorda istifadə edəcəm. 54 vur 35, düzdür, böl 45, o da böl 1,2. Elədi bizdə cavab neçə? X oldu 35. Əgər burada riyazi hissəsini bilmədisə, yenə deyirəm. Amma burada x necə tapılır? 1,2 x bərabərdir. Daha doğrusu 45 vur 1,2 tənasüb qururuq. 35 vur 54. X da burada bərabərdir. 35 vur 54 böl 45 vur 1,2. X'i də buradan tapan bilir 35.
Demək bizim B2'miz neçəymiş? 35 imiş. Şimdi variantına baxaq. Variantımız olur C variantı.